Xiyarlar çiçək açır, meyvə vermir. Səbəbi budur. Qorxmayın, nəyə görə deyirəm? İlk vaxtda xiyar bitkisi inkişaf etməyə başlayanda hibrid sort əkmisinizsə, o ola bilər ki, çox toxumsuzdur. Yəni onda erkək çiçəklər olmur. Birbaşa rüşeym özü mayalanıb inkişaf edir. Amma bu yerli sortlar əkmişiksə, onda ilk də erkək çiçəklər əmələ gəlməyə başlayır. Baxın. Baxın bunlar erkək çiçəklərdir. Baxın, arxasında meyvə yoxdursa erkək çiçəklərdir. Baxın bu dişi çiçəkdir. Arxasında xiyar varsa dişi çiçəkdir. Baxın, arxasında meyvə var. Dişi çiçəkdir. Baxın, dişi çiçəkdir. Buradan da erkəklərlə tozlama baş verir. İlk vaxtlarda birinci erkək çiçəklər əmələ gəlməyə başlayır. Yəni qorxmayın. 10 dənə erkək çiçəklər əmələ gəldikdən sonra başlayır xiyar bitkisi dişi çiçəklər əmələ gətirməyə. Baxın burada mən ətraflı YouTube-da izah verəcəm. Xiyar bitkisinə qulluq yazın, agronom motivi gələcək. Ətraflı izah verəcəm orada 5-10 dəqiqəlik. Mütləq izləyin. Burada çox vaxt olur deyə yüklənəndə də yükləyə bilmirəm deyə izah edə bilmirəm. Sağ olun, var olun. YouTube-da izləməyi unutmayın.